Hörmətli izləyicilər, mən bu yaxınlarda kinezologiya mərkəzi haqqında bir paylaşım etmişdim. Yəni sizləri Cavahir xanımla tanış etmişdim. Mən çox şadam ki, bəziləriniz hələ mənim vasitəmlə, yəni şəxsən mənə zəng eləyənlər oldu, məndən Cavahir xanımın kontaktlarını soruşan oldu, yəni məndən maraqlanan oldu, məndən soruşan oldu, sorğu-sual verən oldu və nəticədə bir neçə adam, yəni öz problemlərinin həllini tapdı. Yəni ki, şəfa tapdılar. Açığı deyim, mənim üçün bu çox böyük bir göstəricidir. Yəni mən şəxsən özümə bunu bir savab kimi qəbul edirəm. Yəni özümü rahat hiss edirəm. Ruhum yüksəlir ki, məndən kiməsə bir xeyir deydi. İndi bu dəfə, yəni bax bu videoda mən sizə Cavahir xanımın mərkəzində bir başqa xidmət haqqında söhbət açmaq istəyirəm. Yəqin ki, çoxlarınız bu barədə məlumatlısınız. Yəni məlumatlı olmaya bilməzsiniz. Siz görürsünüz də ətrafda, yəni gedirsiniz, gəlirsiniz ki, bizim cavan nəsilimiz hamısının yəni əlində bir dənə energetik içki, damağında siqaret, qəlyanxanalar dolu, arada da ki energetik olmayan yerdə, nə bilim siqaret olmayan yerdə o vape adlı bir zəhər çəkirlər. Özdə çox əfsuslar olsun ki, deyir kişiliyi arvaddı. Yəni bunu zənan xeylaqları da, yəni bizim sizin qızımız yaşında olan gənclər də ki, o ki var, yəni istifadə edirlər. Nəticədə də ki, nəyə götürür, çıxartır bu hamısı? Bəli, sonsuzluq. Bu çox böyük bir problemdir. Yəni hamımız bir müddət, bir an, bir məqama gəlib çıxırıq ki, ya oğul evləndiririk, ya qız köçürdürük. Bizim üçün də valideynlər üçün ən böyük şan şöhrət, nə bilim, xoş niyyət, ürəyimizi şad eləyən, bizi yaşadan nədir? Övlad. Övladımızınsa övladı, nəvə, o şirindən də şirin bir şeydir. Gəlib rastlaşırıq elə bir problemlə ki, gənc ailədir. Ailə qurublar, gəl ki, bunların evladları olmur. Səbəb də çoxdur. Yəni ekoloji vəziyyət, qidamız, böyüklərin sözünə qulaq asmamaq əsas məsələlərdən biri, sayıladığım kimi o ziyanlı məhsulların qəbulu. Amma mən sizə deyim, yəni bunun həlli yolu var. Bax, kişilərdə məsələn ən çox belə bu barədə olan problemlərdən biri budur ki, spermatozoidların sayı çox aşağı olur. Yəni sözsüz ki, bu cürlə özünə baxmamağın nəticəsində, qayğısız, özünüzə qarşı qayğısız həyat yaşamağın nəticəsində. Bu da götürüb çıxartır ona ki, bu adam qalır belə pis vəziyyətdə. Bunun həlli yolu məhz Cavahir xanımın mərkəzində. Hətta bunu onlar zəmanətlə edirlər, mən sizə deyim. Yəni ki, sizə qısa bir müddətdə əgər sizin göstəriciləriniz çox aşağıdırsa, məsələn 15%, onlar onu 10-11 günə xüsusi təbii yolla hazırlanmış, təbii usulla hazırlanmış qida nəticəsində, bir də bir-iki məsləhət nəticəsində, hansına ki, siz mütləq riayət etməlisiniz, qaldırırlar onu 95-ə. Yəni tam şəkildə işlək vəziyyətə. Siz mənə başa düşdünüz də məni, düzdür? Bir də bu məsələ qadınlara da aiddir. Mən indi həkim deyirəm, dəqiq bilmirəm, amma Cavahir xanım bu barədə yəni çox biləcəklidir. Yəni qadınların da sən demə, daxili orqanlarının yəni yerləşməsində bəzi problemlər olur. Həmçində onlar bağlıdır onların psixosomatik vəziyyəti ilə, endokrinologiyası ilə. Cavahir xanımın mərkəzində siz həmən o problemi də çox asanlıqla həll edə bilərsiniz. Yəni bunun hamısını bunlar əməlli başlı zəmanətdə eləyirlər. Yəni mənə inanın. Mən əgər nəsə deyirəmsə, hələ belə bunu deyən deyirəm də, yəni
deyirəmsə, tam şəkildə arxayın ola bilərsiniz, gedib yararlana bilərsiniz. Yəni hamınız sağlam olun. Hamınıza birinci mən can sağlığı arzulayıram. Mən də istəyirəm ki, sizin övladlarınız sağlam olsun. Mən də istəyirəm ki, sizin övladlarınızın uşaqları olsun. Siz nəvənin şirinliyini görəsiniz. İnşallah mən də görərəm. Qəlbdən qəlbə, indi isə mən sizə bir də göstərəcəm ki, həmən Cavahir xanımın mərkəzini necə tapmaq olar. Və başlıqda da Cavahir xanımın nömrəsini qeyd edəcəm sizin üçün. Yəni bu videonun başlığında. Qəlbdən qəlbə. Sözü gedən mərkəzi əslində tapmaq çox asandır. Metro ilə əgər gəlirsinizsə, çıxırsınız Əhməd Rəcəbli tərəfdən, Nərimanov metrosunda və görürsünüz arxa tərəfdə Life Mall yerləşir. Yəni metrodan çıxan kimi sadəcə olaraq düz gedirsiniz. Yəni bu demək olar ki, bu dəqiqə bu Əhməd Rəcəbli küçəsidir. Bax fikir verin. Bax mənim arxa tərəfimdə gördüyünüz o Olivia mənim neçə dükan var. Düz onun yanından bax mənim barmaq istiqamətimdə gedirsiniz o Life Mall tərəfə. İkinci işarə burada Bravo supermarket görəcəksiniz. Bravo supermarketdən, yəni üzbəüz Bravo ilə dayananda sağa hərəkət edirsiniz. Mən bu dəqiqə arxa tərəfimdən dayanmışam. Ona görə mənim üçün soldur. Nəhayət ki, gəlib çatırsınız, bax bu Life Medical mərkəzə. Bunu görən kimi daxil olursunuz içəri. Nəhayət ki, girirsiniz içəri, bax bu cürlə gözəl, bax burada reception gördüyünüz kimi, bax bu arxada gözəl balıqlar var və arxa tərəfdə dəhliz. Bu dəhlizlə gedirsiniz 23 nömrəli otağa. Bu dəqiqə gördüyünüz kimi mən həmən o gözəl göyçək dəhlizlə gedirəm Cavahir xanımın otağına. Nəhayət ki, 23 nömrəli otağa çatanda qapını döyürsünüz və daxil olursunuz.